Hoş gelmişsiniz Ziyəddin müəllim. Yaşayanlar, yaşadanlar rubrikası növbəti görüşünü sizə həsr edib. Siz kifayət qədər iş təcrübəsi olan, sayılan, sevilən ziyalılarımızdansınız. Əlbəttə sizin kimliyinizi dinləyicilərimizə, izləyicilərimizə özünüz çatdırsanız daha xoş olar. Buyurun. Çox sağ olun Şahməmməd müəllim, minnətdarlığımı bildirirəm. Özüm haqqında qısa belə deyə bilərəm ki, 89-cu il təvəllüdlüyəm. İsmail rayonunda anadan olmuşam. İxtisasım üzrə, yəni Azərbaycan dili ədəbiyyat müəllimi kimi Babayar Əmrov adına Qalacaq kənd tam orta məktəbində 16 ildir artıq çalışıram. Və bununla bərabər son demək olar ki, bir il ərzində Təhsil İnstitutunun həyata keçirdiyi bir layihə var. Müasir metodist layihəsidir. Onun iştirakçısı olaraq Kütmaşı kənd tam orta məktəbinə təhkim olunmuş metodist müəlliməm. Ay maşallah. Onu da qeyd edim ki, əlavə olaraq bir 150-yə yaxın şeirim var, bir poemam var. Amma belə deyək də sandıq ədəbiyyatıdır. Çıxarmamışam. Bu haqda məlumatım var idi. Bura gələcəkdik bu mövzuya. Dağ çiçəklərində elə üzvüyəm. Ədəbi dərnəyin üzvüyəm. Əlavə elə yeri gəlmiş onu deyim ki, MİQ sertifikasiya üçün nəzərdə tutulmuş ədəbiyyat dərs vəsaitinin müəllifiyəm. Elə bu arada xatırladım ki, siz də o həmin kitabın redaktorlarından o ərsəyə gəlməsində çox şadam ki, sizə gərəkli ola bilmişəm. Təşəkkür. Elə çox dəstək oldunuz. Elə fürsətdən istifadə edib sizə təşəkkürümü bildirirəm. Mən sizə təşəkkür edirəm ki, siz bu qədər çalışqansınız, bu qədər belə deyək, bugünkü gündən ayaqlaşan ziyalılarımızdan, pedaqoqlarımızdan birisiniz. Həyat təcrübə məktəbidir. Zaman bir yerdə dayanmır və irəli gedir. Bu təcrübə məktəbində sizin üçün ilk təcrübə nə oldu? İlk təcrübə insan ümumiyyətlə həyata atanda o ilk həyatı dərk edəndən sonra, həyatı dərk etmək çox çətin məsələdir. Həyatı dərk edəndən sonra ilk müəllim çətinliklərdir. Mən belə düşünürəm. Həyatın çətinlikləri. Həyat həm amansızdır, baxır kimlər üçün, həm şirindir, həm acıdır. Mənim üçün çətinliklər çox olub. İlk müəllimim, yol yoldaşım mənlə paralel o çətinliklər oldu. Mənə yaxşını, pisi, əyrini, düzü, o yaxşı məqamlarda insan özünü belə deyək yaxşı olaraq göstərə bilir. Əsl insan odur ki, o pis məqamlarda, o doğru olmayan məqamlarda belə deyək də, o çətin anlarda özünün vüqarını, mənliyini qoruyub saxlayasan. Özünü orada doğrulda biləsən o yolda. Bax çətinliklər, bax orada insanın insan olduğu o çətin məqamda üzə çıxır. Mən belə düşünürəm və mənim üçün çətinlik oldu. Sizinlə razıyam. Hər insan ayrılıqda bir dünyadır. Bəli. Sizin də öz dünyanız var. Bu dünyanızda, yəni şəxsiyyətinizdə təcrübə olaraq nələrdən danışardınız? Nələrin bəyənilməsini, götürülməsini istəyərdiniz? Bəli, ilk təcrübəm mənim pedaqoji fəaliyyətimlə bağlı oldu. Pedaqoji 2010-cu ildə işlədiyim Qalacaq kənd orta məktəbində artıq yeni bir dünyaya atılırsan, şagirdlərlə ünsiyyətdə olursan, valideynlərlə ünsiyyətdə olursan, həqiqətən sözün əsl mənasında nə qədər öz belə deyək əhatən olsa da, çünki mən o zonada böyümüşəm,
müəyyən qədər bəzi valideynləri tanıyıram, amma istər-istəməz insan amili var burada. Bu vaxt arada xatırladım ki, elə həyatda ən çətin şey elə insanla işləməkdir. Həqiqətən. Doğrudur. İnsanlarla ünsiyyət, valideynlərlə ünsiyyət. Əgər səninlə təmasda olan şagirdlərdən bir 20-25-30 nəfər şagird varsa, deməli 25-30 xarakterlənsən. Onların hərəsi bir ailə mühitində böyüyüb, bir psixologiyaya malikdir. O şagirdlərin psixologiyasını anlamalısan, bilməlisən. Əlbəttə ki, bu zaman-zaman formalaşır. Biz müəllim olaraq sinifə girən kimi psixoloq olmuruq ki, psixoloq kimi giririk. Sadəcə o təcrübəni zamanla formalaşır bizdə müəllim olaraq və o təcrübələr bizə həyatı dərk etmədə, insanlarla ünsiyyətdə, davranışda çox böyük kömək olur. Pedagogikada müəllimi bağbana bənzədirlər və şagirdləri müəllimin meyvələri sayırlar. Aydın məsələdir ki, bağban öz bağında hansı ağacın budağı quruyubsa onu kəsib ata bilir və yerini dəyişə bilir. Belə deyək, onunla bir bağban kimi rəftar edir. Həyat təcrübənizdə, əmək fəaliyyətinizdə çətinləşdiyiniz məqamlar, üzləşdiyiniz məqamlar, çətinliklərlə üzləşdiyiniz məqamlar yəqin ki olubdur. Bəli. Həmin çətin məqamlardan necə çıxmısınız? Siz böyüklərdən, belə deyək, təcrübəli müəllimlərdən nəsə öyrəndiniz, yoxsa öz bildikləriniz kifayət etdimi? Bu sualı mən deyərəm ki, iki qismə bölərdim. Bir şəxsi həyatda çətinliklər, siz yəqin ki, onu nəzərdə tutursunuz, və yaxud da pedaqoji proses zamanı qarşıya çıxan çətinliklər. Əlbəttə ki, pedaqoji proses zamanı qarşıya çıxan çətinlikləri özündən qabaqki ənənəvi, belə deyək, ənənəsi olan müəllimlərdən, metodologiyadan maraqlanaraq, istifadə edərək, bəhrələnərək özün də ona bir qatqı qatırsan. İndi müasir dövrdür da, indi müasir yanaşmalar var, müasir psixoloji yanaşmalar var. Əvvəlki çox uzağa getmirəm. 90-cı illər nəslinlə indiki nəslin heç tamamilə fərqlidir. Heç psixologiyası uyğun gəlmir. Mən o nəslin nümayəndəsiyəm, amma bu nəslə dərs keçirəm. Uşaqların tamamilə psixologiyası fərqlidir, düşüncə tərzi fərqlidir, əhval-ruhiyyəsi fərqlidir. Ona görə də burada çətinliklərə qarşılaşanda gərək həddindən artıq çox demokratik, empatiyası yanaşaraq, şagirdi anlayaraq yanaşmaq lazımdır. Qarşıdakı insanı özün onun yerinə qoymağı bacarmalısan. Şagirddir, ya valideyndir, ya hər hansı bir şəxsdir, müəllimdir. Bizim işimiz zamanı həm işim şagirdlərlə, həm müəllimlərlə də mənim işim. Bu zaman mütləq həddindən artıq anlaşıqlı olmalısan və dözümlülük nümayiş etdirməlisən. Müəllimlik bir missiyadır. Bu missiya zamanı əsas müəllimdə müəllimdə mən belə düşünürəm ki, müəllimdə birincisi vicdan olmalıdır. Bu bir vicdan olmalıdır. İkinci, müəllimdə dözümlülük və səbir etalon olmalıdır, nümayiş elətdirməlidir. Həddindən artıq səbirli və dözümlü olmalısan, qarşıdakı insanı anlamağı bacarmalısan və onu o vəziyyəti izah eləməlisən. Qaldı ki, şəxsi həyatda çətinliklər o qədər çətinlik, indi də var çətinlik. Hər bir insan həyatında çətinlik var. Müəllim olasan çətinlik olmuyor. Elə çətinliklər elə müəllimlər üçün belə deyək də. Çətinliklərin həllini tapan elə müəllimlərdir. Müəllimlər də elə çətinlikləri elə sevən də müəllimlərdir. Onu yaşayan da müəllimdir. Əlbəttə indi çətinliklər geniş və dar mənada düşünsək, çətinliklər var. Onu çalışırıq müəyyən qədər öhdəsindən gələk. Amma nə dəzdə gəlirik, harda səhv edirik, nə yanlışlıq edirik, onu zaman göstərəcək.
Çox xoş oldu. Deməli biz çətinliklərin dəf olunmasından söz açdıq. Hər hansı bir çətinlik dəf olunduqda bu uğur sayılır. Uğurlarınızı sıraya düzəndə sizin üçün ilk uğur nə oldu? Və bu sizin xatirənizdə yəqin ki dərin iz buraxıbdı. Bəli. Uğurlarınız bol olsun. Əlbəttə biz bunu arzu edirik. İlk uğurunuz sizi yəqin ki elə bu gün də sevindirir. Bəli. Buyurun. İlk uğurumun xatirimdədir, həqiqətən. 2006-cı ildə biz universitetə hazırlaşırdıq və onda indiki qədər kütləvi şəkildə hazırlıqlar, kurslar, belə deyildi. Kənddə yaşayırdıq, kasıb bir qaçqın ailənin üzvü, hazırlıq görməyən insan. İndiki uşaqlar hazırlığa gedir, valideynlər həddən artıq çox dəstək olur. Mən görürəm da. Hətta bəzən məqamda deyirəm ki, sizin kimi oxumağan, şərait olsa oxumağan, mən 700 bal toplamışdım bəlkə də. Yəni kənddə özüm öz üzərimdə işləyərək, şəxsi inkişaf edərək 2006-cı ildə heç bir hazırlığa getmədən, müəllim yanına getmədən, özümüz üzərində çalışaraq 461 bal toplayıb universitetə qəbul olmuşam. Aferin, halal olsun. Bu tam, yəni səmimi sözümdür. Bütün onsuz da dinləyicilər də, o baxan adam biləcək ki, bu həqiqətdir. Yəni hamı bilir. Onsuz da zaten çox xoş oldu. İlk uğurum oldu, universitetə qəbul oldum. Universitetə də ilk Həmkarlar Gənclər Təşkilatının sədri oldum. Sonra orada şair deməyim də cızma qaralarım var idi. Bizim Yerə qəzetində ilk şeirim çap olundu. Orada ictimai vəzifələrdə çalışdım universitetdə. Qurtarandan, universiteti bitirəndən sonra da ixtisasım üzrə təyinatımı aldım. Məlum Qalacaq məktəbinə. İkinci uğurumu mən belə deyərdim. Mən üçün həqiqətən bu saat, bu an çox məmnunam o işimdən, çox sevirəm o işimi. Tam səmimi sözümdür. Çox belə zövq alıram o işdən. Öz potensialıma, gücümə və bizə dəstək olan, o bizdən böyük olan müəllimlərin sayəsində təhsil institutunun müasir metodika sayəsində öz belə deyək, bilimlə, savadımla oradan keçmişəm və çox gözəl, çox gözəl alışdırırıq. Bu özdə bu çox gözəl işdir, sevirəm bu işimi. Çünki biz belə deyək, bu işi metodistik seçərkən çiynimizə çox böyük öhdəliklər götürmüşük. Yəni Azərbaycan təhsilini inkişaf elətdirmək, ona dəstək olmaq, əlimizdən nə gəlirsə və şagirdlərimizin, gələcək nəslimizin yaxşı, müasir düşüncəli, demokratik, vətəninə, xalqına, valideyninə layiqli bir vətəndaş yetişdirmək və bunları yetişdirən müəllimlərə dəstək olmaq. Söhbətinizdən, dediklərinizdən kifayət qədər anlamaq olur ki, siz özünüz hazırda bir təcrübə məktəbisiz. Amma maraqlıdır. Müəllimliyə sizi çəkib gətirən nə oldu? Başqa peşə istiqamətinə yönələ bilərdiniz, həkim olardınız, mühəndis olardınız, amma müəllimliyi seçdiniz. Yəqin ki, bir səbəb var. Əlbəttə, hər şeyin bir səbəb olduğu kimi bunda bir səbəb var. Amma səmimiyyətə qaldıqda tam səmimi deyim, hüquqşünası olmaq istəyirdim. Hüquqşünas. Elə indi də düşünürəm ki, ikinci ali təhsil kimi hüquqşünaslığı oxumaq istəyirəm. Gec deyil. Bilirəm, ikinci ali təhsil Azərbaycanda mümkündür. Elə oldu ki, müəyyən o parametrlərə uyğun getdim. İxtisasım belə deyək, filologiya fakültəsinə daxil oldum. O fakültəyə düşəndən sonra, ixtisasa düşəndən sonra oradakı mühit, oradakı müəllimlər, belə deyək, ab-hava çəkdi bizi. O istiqamətə çəkdi və sonradan da ilk anlarda işləyəndən sonra da dərk elədik ki, həqiqətən də bu peşə
insanlıq peşəsidir. Həm çətindir, həm məsuliyyətlidir, həm də bir şərəflidir. Yəni gələcək nəsil yetişdirirsən, insan yetişdirirsən, sən nümunə olmalısan. Belə deyim də, tam səmimi deyim, mən bu müəllimliyə görə elə məqam olub ki, elə indi də bəzi məqamlarda xatam ki, qəlib çərçivə daxilində hərəkət edirəm, davranıram. Çünki cəmiyyətdə bir tendensiya var. İnsana davranışına və hərəkətinə görə qiymət verirlər. İndi qiymət verilmə meyarı çoxdur, amma bir müəllim olaraq sənin kənardan müşahidə edirlər, sənin davranışına diqqət çəkən mərkəzdəsən axı, nümunəvi bir hərəkət nümayiş elətdirməlisən. Mütləq. Yəni səni cəmiyyətdə artıq bu kimi qəbul ediblər. Sinifdə öz ixtisasını tədris eləyən, səmimi, yer gələndə demokratik, yer gələndə avtoritar və kənarda səni həmin o şagirdlər və yaxud da bir səni tanıyan bir həmin bir insan başqa formada görsə, o nəzər var, o gözdə, o hansı yerdəsən, o düşür bir pillə aşağı artıq. Səni başqa cürdə tanıyırlar. Ona görə də müəyyən qədər mən o başqaları bilməməyəcədir, mən o qəlbi qorumağı çalışıram ki, o qəlbdən kənara çıxmayım. Özümü o, belə deyim, müəllimlik adına xələr gətirməyim cəmiyyətdə. Aydındır. Əlbəttə, bunu eşitmək çox xoşdur və siz bunu edirsinizsə daha xoşdur. Verəcəyim növbəti sualın demək olar ki, siz cavabını bir qədər hissəsini öncə verdiniz. Başqa peşə seçmək istəsəydiniz. İndi arzunuz var ki, növbəti bir ali təhsil alasınız və hüquq sahəsində müəyyən işlər görəsiniz. Çox maraqlıdır. Müəllim hüquqşünas olur. Bu sahədə nələrə diqqət edərdiniz? Diqqət göstəriləcək unudulmuş sahələr mi var? Yoxsa özünüzü bir xarakter sahibi kimi burada görmək istəyirsiniz? Əlbəttə ki, o ilk arzu ilə bir şeydir ki, insanda həmişə içində qalır və mənim də arzum hüquqşünas olmaqdır. Hüquqşünaslıq bilirəm necə bir sahədir, araşdırmışam, öz şəxsi araşdırmalarım var. Necə bir sahə olduğunu təsəvvürümdə var, yəni. Amma burada artıq biraz yollar fərqlidir də, hüquqşünaslıqda. İnsan hüquqları, onların müdafiəsi, insanlarla, müxtəlif hadisələrlə, situasiyalarla rastlaşmaq, bunun da öz əlbəttə ki, çətinlikləri var. İnsan da bir işi qarşına məqsəd qoyanda onu hər şeyi gözünün ardına qoyub gedir də. Həyat təcrübə məktəbidir. Biz buradan başladıq. Sizin işiniz əslində bir təcrübə məktəbidir. Sizə oxşamaq istəyən, sizin hərəkətlərinizdən belə deyək, ilhamlanıb müəllim olmaq istəyən şagirdləriniz olubmu? Tam səmimi söyləyəcəm, bu sualınıza cavabı var. İndi bu saat hal-hazırda müəllim kimi fəaliyyətlərini davam elətdirirlər. Maşallah. İsmail rayonunda hal-hazırda bir müəllimə çalışır. Mən şagirdim olub. Hal-hazırda 2 şagirdim də universitetdə müəllimlik ixtisasında oxuyur. Yəni özlərinin dediyinə əsasən, yəni mənə görə sizə oxşamaq istəyirlər. Bəli. Müəllim olmağı, müəllimliyi mənə görə seviblər. Yəni həddən artıq çox xoş oldu bunu eşitmək.
yəni var. Bu 3-4 nəfər tanıdığımdan var, amma hərbiçilər də var yetişdirmələrim içində. Vətən müharibəsində iştirak elədilər, hərbiçilərdir. Və ən çox da mən maraqlandım həmin o sual verirəm ki, nəyə görə bax, mən şagirdlərlə biz psixoloji söhbətlər aparırıq da, sinif rəhbəri olaraq psixoloji söhbətlər aparırıq. Sual verəndə ki, nəyə görə müəllimliyi istəyirsiniz? Bəziləri əlbəttə ki, deyir ki, yox, müəllimliyi mən sizdə görürəm və müəllim işləyə bilmərəm. Tam səmimi sözümdür. O qədər iş prosesində gərginlik, əsəb, stres, deyir ki, yox, şagird heç müəllim ola bilmərəm. Amma yerlər də var ki, həddindən artıq bizim o səbirli davranışımızı, nə qədər stres içində olsaq da, səbirli davranışımızı görərək o sənətə qarşı bir sevgisi yaranır və deyir ki, mən də müəllim olmaq istəyirəm. Əlbəttə ki, bu bəzi məqamlarda uşaq arzusu olur. 5-ci, 6-cı sinifdə. O müəyyən yaşa çatandan sonra fikir dəyişə bilir. Belə məqamlar da rastlaşmışam. Doğrudur, mümkündür. Çünki ilk müəllim, ilk sinifə girəndə yeni gələn müəllim əlbəttə ki, hamı üçün sevimli, maraqlı olur. Müəyyən bir zaman keçəndən sonra artıq sən müəyyən qədər adiləşirsən. Artıq 5 ildir bir yerdə, 6 ildir bir yerdə eyni sinifə daxil olursan. Üz-üzə öyrəşirsən. O adiləşmə təbii bir prosesdir. Amma bəli, yenə də sualınıza qayıdıram ki, var, mənə görə müəllimliyi seçən, bu sənəti sevən şagirdlərim var. İndi müəllim kimi pedaqoji fəaliyyətini davam elətdirirlər. Yəni ünsiyyətimizdə indi var. Dediklərinizdən bir məqamı tutdum ki, yetirmələrinizdən hərbi sahəni seçənlər də olub. Bəli, bəli. Mən elə gəlir ki, bu məktəbdə keçirilən tədbirlərin nəticəsi olar. Çünki bir kənd məktəbində uşağın hərbi sahəyə istiqamət götürməsi ona tərbiyə olunan vətənpərvərlik ruhundan irəli gəlir və görünür bu sahədə məktəbinizdə, sizin çalışdığınız məktəbdə işlər yüksək səviyyədə olub ki, bu uğurları da qazana bilmişsiniz. Yeri gəlmişkən, məktəb tədbirləri hazırlanmasında sizin də gərgin əməyiniz olub bilirəm. Çünki ədəbiyyat müəllimi, Azərbaycan dili müəllimi bir növ məktəbdə keçirilən tədbirlərin ssenarisini verir. Mən buna əminəm ki, siz bu işlərdə mükəmməl iştirak eləmişsiniz. O hərbi vətənpərvərlik mövzularına toxunsaq, sizin təliminizi, tərbiyənizi almış uşaqlar sizi razı saldı mı? Əlbəttə, bu tək bir nəfərin əməyinin nəticəsi deyil, onu da qeyd edeyim. Bu məktəb mühiti elə bir proses ki, orada kollektiv əməyin bəhrəsi olur. Orada hərbi müəlliminin, tarix müəlliminin əməyini qeyd eləmək. Yəni kollektiv bir əməyin məhsulu nəticəsində orada bir şəxsiyyət, bir vətəndaş, bir belə deyək, insan cəmiyyətə atılır, şəxsiyyət cəmiyyətə atılır. Bu da ümumi kollektivin, məktəbin, rəhbərliyin yaratdığı sağlam mənəvi psixoloji mühitin nəticəsində ortaya çıxır. Tək burada mən öz əməyimi əlbəttə ki, o qədər böyütmək istəmirəm. Bizim də qatqımız var bu işdə. Amma ümumi kollektivin əməyinin nəticəsidir. Bizim işlədiyim müəssisədə dediyim kimi Babayar Əmrov adına şəhidimizdir. 1-ci Qarabağ müharibəsi. Ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmin kəndimiz ikinci işlədiyim, yəni kənddə 2-ci Qarabağ müharibəsində də 44 günlük müharibə. 44 gün müharibədə Cavad Məmmədov qəhrəmancasına şəhid olmuşdur. Ruhu şad olsun. Amin. Doğmalarına başsağlığı veririk. Müəllimlik şərəfli peşədir. Bunu hər yerdə belə eşitmişik və doğrudan da belədir. Bir müəllim kimi sizin təcrübənizdən istifadə edənlər olubmu?
Mən onu şəxsi həyatımda hiss eləməmişəm. Təcrübəmdən kimsə istifadə eləyib, mənə də deməyib. Ola bilər ki, o iş prosesində insandan nə isə götürə bilər. O da nə qədər deyirlər, oğurlaya bilər. O amil olur. Amma şəxsən mən onu hiss eləməmişəm. Son işlədiyim bu işlə bağlı onu qeyd edə bilərəm ki, metodist kimi artıq orada biz müəllimlərə müəyyən metodik dəstək, tövsiyə xarakterli dərs dinləmələr aparırıq. Orada müəllimlər artıq biz metodistlərdən, biz onlara dəstək olduq. Onlar bizdən suallar verirlər bizə dərslə bağlı. Biz onlara cavablandırırıq. Onlara dəstək olduq. Bu istiqamətdə ola bilər ki, hər hansı bir müəllim indi düşünə bilər onu. Nə yaxşı. Nə yaxşı ki, bizə biz bir nümunəvi hərəkətli davranış nümayiş elətdiririk. Çox xoş oldu. Söhbətimizin əvvəlində sizin yaradıcı adam olduğunuzu, yəni yaradıcılığa meyilli bir ziyalı olduğunuzu da eşitdik. Bu mənə əvvəldən də bəlli idi. Dağçəklər Ədəbi Məclisi sizin yolunuzu gözləyir. Hələ də gəlmirsiniz. Təşəkkür. Hələ də gəlmirsiniz. Məsələsinə görə də həqiqətən. Yəni orada qazanılanlar da uğur sayılır. Bizim dağ çəklərinin siz yaxşı bilirsiniz. Bir neçə üzvü Azərbaycan Yazıçılar Birliğinin üzvüdür. Bəli. Prezident təqaüdçüsü olanları var. Qızıl Qələm mükafatı alanları var. Bəli. Sizin bu sahədə iştirakınız sizə də istənilən uğurları gətirə bilər. Ona görə mən elə həmin dərnəyin rəhbəri kimi xahiş edirəm ki, imkan tapıb dərnəyə də gələsiniz. Amma bu məqamda bəlkə bir-iki bənd şeirlərinizdən səsləndirəsiniz, yadda qalanı varsa. Elə ora qayıtmaq istəyirdim, sizin o sözünüzə qüvvət. İnandırım sizi, Şahməd müəllim, 150-yə yaxın şeir var əlimin altında. Dövrü mətbuatda çap olunub, sizlərdə də, İsmail xəbərlərdə də, qəzetində. Hələ mən o şeirlərin bir dənəsini əzbər bilmirəm. Yəni son dövrdə işimlə bağlı son 2 il ərzində də heç bir şeir yazmamışam. 2 il ərzində ciddi əsaslı şeirdən danışıram. Ədəbiyyat dərsliyi yazdınız. Bəli, dərsliyə başım qarışdı. O metodistliyə başım, yəni orada çox ciddi bir iş, qrafik şəraitində işləyirik. Vaxt tapmaq məsələsinə görə biraz uzaqlaşmışam. O poeziyada elə bir ünvandır ki, orada gərək qəvvas olasan, üzəsən orada. Aydındır. Əgər təbiniz varsa, zaman gələcək, yenə yazacaqsınız. Sizin əvəzinizdən mən bir bənd şeir deyim. Bu məqama bir qədər uyğundur. Xalqım göydən ulduz yığar, hə desə. Sevən insan yaradacaq nə desə. İllərlə şeir yazmasam da nədirsə, yenə ürək yaz deyəndə yazanam. Ürək yaz deyəndə yazacaqsınız inşallah. İnşallah. Gördüyünüz işlər yazdıran da ola da, o yazdıran təb gələndə şairlik elə bir işdir ki, onu istəklə şairlikdir, rəssamlıqdır. Bunlar istedad tələb eləyir. Məsələn, şairliyi məktəbi yoxdur. Amma rəssamlığın məktəbi var. Hər ikisinə də bacarıq və istedad lazımdır. Siz kifayət qədər bacarıqlı, savadlı bir ziyalısınız. Sizə işlərinizdə uğurlar arzu edirik. Təşəkkür edirəm. Və inanırıq ki, qarşıdakı illər sizi daha böyük arzulara qovuşduracaq. Ziyaəddin müəllim, sosial şəbəkələr bugün necə deyirlər,
Hamımızı alıbdı öz əlinə. Sosial şəbəkəsiz ev yoxdur, adam yoxdur, hamı oradadır. Müəllimlər də, şagirdlər də. Son vaxtlar bu sosial şəbəkələrdə müəllim-şagird münasibətinə bağlı çox maraqlı və bəzən də mübahisəli söhbətlər olur. Müəllim şagirdi vurdu, şagird müəllimi vurdu, ay aman qoymayın. Bu niyə belə oldu? Müəllimlik dünənki peşə deyil. Müəllimlik böyük tarixi kökləri olan bir peşədir və çoxdandır bu müəllimlər insanları yetişdirib cəmiyyətə təqdim edibdir. Bugün bir sıra sosial şəbəkələrdə müəllimlər haqqında çəkilişlər paylaşılır. Onların hərəkətləri belə deyək, əgər demək olarsa pislənilir. Müəllimin hərəkətini pisləmək mənim fikrimcə nə qədər doğrudur? Və yaxud buna ehtiyac varmı? Müəllim şagirdi tənbih edir, məzəmmət edir. Valideyn buna qarşı çıxır. Mənim uşağımı niyə danladın? Heç onu mən evdə özüm danlamıram. Sənin nə ixtiyarın var? Bu kimi şeylər necə yola gedirsiniz? Sizin təcrübənizdə bu kimi şeylərin belə deyək, söhbəti gedirmi? Bu məsələlərə sizin kollektivdə müzakirələr qoyulurmu, qoyulmurmu? Özünüz şəxsən bu məsələyə necə baxırsınız? Çox böyük sualdır, həqiqətən çox. Cavabı da çox həqiqətən belə düşünməyə vadar edən sualdır. 16 il ərzində işlədiyim müddət ərzində tam səmimi sözümdür. İndi o sualınızın əsas məğzinə gələcəm. İşlədiyim 16 il ərzində hələ indiyə qədər mənim pedaqoji fəaliyyətimdə istər valideynlə, istər şagirdlə heç bir konfliktin baş verməyib. Bunu yəni rayon ictimaiyyət də bilir, tanıyanlar da bilir. Bunun bir nömrəli səbəbi insan müəllim olaraq birinci müəllim özünə, işinə dəyər və hörmət qatmalıdır. Mən belə düşünürəm. Əgər mən sinifə girib, sinifdə müəllim olaraq müəllimliyi orada belə deyək, pisləyəcək və aşağılayacaq üzr istəyirəm ifadəmə görə, yəni müəllimliyə aid olmayan sahələ işlərdən, sözlərdən söhbət edirəmsə, şagirdlərin nəzərində artıq müəyyən qədər belə deyək, yanlış düşünmələr formalaşacaq. Yəni müəllim olaraq biz birinci olaraq özümüzü, öz işimizi dəyər qatmalıyıq. Özümüzü o səviyyədə saxlamalıyıq ki, şagirdin belə deyək, hər hansı bir nəzərində və yaxud da valideynin nəzərində biz artıq onu belə deyək, yer saxlamayaq onun üçün. Mən bunu 16 il ərzində özümdə belə deyək saxlamışam, nə yaxşı ki qorumuşam. Heç bir davranışımda, hərəkətimdə çiğ söz danışmamışam. Kənardan həmişə düşünmüşəm ki, hətta toylara gedəndə tam səmimi sözümdür. Mənə sual verir, toyda niyə oynamırsan? Mən elə düşünürəm ki, toyda oynasam, sabah məktəbə getsəm, maraqlıdır. Həqiqətən tam sözümdür. Tanıyanlar bilir də, mən toylarda oynamıram. Sonra hər hansı bir istirahət mərkəzinə gedəndə rayon daxilində bir ətrafıma baxıram, görürəm tanış biliş varmı, birdən yanlış hərəkət eləyərəm, görərlər müəllimin hərəkətini, davranışını, bir ətrafıma baxmalısan hərəkət edən zaman. Yəni bunların hamısını tənzimləmək lazımdır. Və
müəllimə də o müasir indi bu yəni dediyiniz o sosial şəbəkələrdə olan o məsələlər mən düşünürəm ki, müəyyən qədər tam səmimi sözümdür. Sözümü yəqin ki, qəbul edirlər. Müəllimin 50% özündən asılıdır. Necə olur bir müəssisədə bir şərt olaraq deyirəm, 50 müəllim gələndə ona münasibət tamam fərqli olur. Şagirdin və yaxud da valideynin. Vəli müəllim gələndə deyirlər ki, gəldi. Filan kəs müəllimdir. Deməli, insan amilidir burada. İnsanın özündən, şəxsiyyətindən söhbət gedir. Məsələ o sizin müsbət keyfiyyətlərinizin nəticəsidir ki, bugün burada üz-üzə oturmuşuq. Əlbəttə, sizi dinləmək də xoşdur. Sizin kimi müəllimlərin sayının çox olması əlbəttə cəmiyyətimizin saflığı, cəmiyyətimizin inkişafı deməkdir. Bəs nələr etmək olar ki, bu münasibətlərin normallaşdırılması üçün nələr etmək olar? Bu böyük bir prosesdir. Buna düşünürəm ki, burada artıq maariflənmə işi çox güclü aparılmalıdır. Valideynlərlə iş düzgün qurulmalıdır. Biz açıq danışıq da, indiki dövrün valideyni ilə belə deyək, bir 20 il bundan, 10 il bundan qabağın valideyni eyni düşüncə tərzinə sahib deyil. Məsəl üçün, mən bir fakt deyim, nə dərəcə doğrudur, indi bilmirəm, indi algılayacaqlar bunu cəmiyyətdə. 7-ci sinifdə oxuyurdum, bizim bir rəhmətli, Allah rəhmət eləsin, Şahmar müəllim var idi, yaxşı pedaqoq idi. İndi mən ilə düşünürəm, yaxşı pedaqoq idi. İndi müasir yanaşmadan baxsaq, indi bəlkə deyirlər ki, düzgün eləməyib şagirdin içində. Dərs rus dili dərsi idi. Rus dilindən öyrənməmişdim şeiri. Amma şeiri indi əzbər bilirəm. Deməli, evimizdə məktəbə yaxın idi. Mən də şeir öyrənməmişdim. Sinif nümayəndəsini yola get, bunun atasını çağır. Atam da evdə tapılmayan, indi bu təsdiqdən həmin günü ilə evdə idi. Gəldi, qapını açıb içəri girdiyindən heç salamsız müəllimlə birbaşa üstümə bir şapalaq zat döymə şagirdlərin içində, müəllimin dərsin prosesində, şagirdlərin içində. Bu gedən sonra biraz da müəllim, yəni indi təsəvvür ki, bu indi baş verib. Yox, indi olmaz. İndi sən valideyni dəvət edirsən, müəllim olaraq dəvət edirsən, o proses olarmı? Olmaz. Əksinə, bəzi məqamda sən suçlusan, günahkarsan və s. Yəni, bunu deməkdən məqsədim odur ki, o dövrün valideyni ilə indi dövrün ətə sənin sümüyü mənim məsələsi var idi. Bəli. İndi o məsəl yoxdur. İndi müəyyən qədər valideynlər də başa düşürəm. Əslində, tam səmimi deyim, indi biz də valideynik, övladımız var, hansı çətinliklərlə böyüdürük, çox belə acınacaqlı, belə deyək, məşəqqətli həyat şəraitində, tərzində yaşayırıq. Mən də qəbul etmərəm ki, kimsə mənim övladıma əl qaldırsın. Ziyəddin müəllim, Bəli. biz bu həyat təcrübə məktəbidir mövzusunda kifayət qədər ətraflı danışdıq. Yekunda bilmək istərdim. Bugün sizin topladığınız həyat təcrübəsindən faydalananlar, onların təcrübənizin gələcək nəsilə ötürülməsində gördüyünüz işlər barədə bir qədər danışsanız, mənə elə gəlir ki, biz mövzumuzu tamamlamış olarıq. Əlbəttə ki, bu bizim sahəmiz elə bir sahədir ki, burada həyatı boyu öyrənirsən. Öyrənmə daimi bir prosesdir. Yəni, burada mən bir yerə çatdım, öyrəndim. Buradan sonra ehtiyac yoxdur deyilən bir anlayış yoxdur. Yox, müəllim hər gün mütaliə etməlidir. Hər gün mütaliə etməlidir. Hər gün nə isə öyrənməlidir. Araşdırmalısan, axtarmalısan.
Yəni daimi bu işin içində olan bir insan bilir ki, yeniliklərlə ayaqlaşmağı bacarmalısan. Mən belə düşünürəm ki, nümunə olmaq üçün həyat məktəbində başqalarına həyat nümunəsi olmaq üçün gərək birinci sən dürüst olasan. Dürüst olasan. Sonra vicdanlı olmağı bacarasan. Müəllim olaraq şagirdlərdə formalaşdırmalısan. Şagirdlər vicdanlı olmağı, qarşıdakı insana hörmətlə yanaşmağı, onun sözünü dinləməyi. Bu müasir dövrdə bunların hamısı biz müəllimlər olaraq bizim üzərimizdədir ki, şagirdlərdə, gənc nəslə bunları aşılayaq. Vətənpərvərlik hissindən tutmuş, empatiya hissi, dəyər formalaşdırmaq. Ən birinci mən şəxsi düşünürəm və bunu həmişə tətbiq edirəm mən dərslərimdə, həyatımızda qarşıdakı insana kiçik olmasına baxmayaraq ona şəxsiyyət kimi yanaşmalısan, ona dəyər verməlisən, onun mənliyinə toxunacaq, qüruruna toxunacaq heç bir yanlış hərəkətə yol verməməlisən. Mənim birinci şüarım, birinci məsləkim həqiqətən budur. Tam səmimi sözümdür. Yəni bilənlər bilir ki, o prosesdə mən şagirdlərə nə qədər həqiqətən o barədə həssasam. Dəfələrlə olub da açığın deyək. 16 ildir bu işin içindəyik müəllim. Gözümüzün qabağında məsələn şagirdlərlə elə söhbət aparmışıq. Şagirdlərdən hətta ağlayan olub. Söhbət zamanı. Buna heç şagirdə əlbəttə ki toxunmaqdan söhbət gedə bilməz. Bullyinqə məruz qoymaq bu qəti şəkildə olmaz. Yəni şagirdlə söhbət zamanı sözü elə gətirib məqama çıxardırsan ki, səhvini dərk eləyir və o artıq bir daha o elədiyi səhv eləmir. Yəni o mühiti, o psixologiyanı elə müəllimi elə qurmalıdır ki, şagird özü artıq hər şeyi dərk eləməlidir. Onunla 5 dəqiqə, 10 dəqiqə, hətta ram edilməyən şagirdlə 10 dəqiqə mən söhbət eləyirəm, sonra o şagird baxıram ki, onun davranışında, onun belə deyək, hərəkətlərində müsbətə doğru irəliləyişlər var. Əlbəttə ki, bu müəllimin özündən asılıdır, müəllimin praktikasından asılıdır. Əlbəttə, bu müəllimin pedaqoji ustalığıdır. Qısaca desək, sizdə bacarıq var və arzu edirik ki, sizdən təcrübə götürənlərdə də bu bacarıqlar olsun. Çünki biz öyrənə gəlirik və öyrədə gedirik. Yaşayanlar, yaşadanlar məhz elə sizin kimi təcrübəli insanlardır. Yaşayırlar və yaşadırlar. Bugünkü söhbətimiz kifayət qədər maraqlı oldu məncə. Sizə də təşəkkür edirik. Bizi dinləyəcək izləyicilərimizə də təşəkkür edirik. Düşünürük ki, siz növbət dəfədə qonağımız ola bilərsiniz. Başqa bir mövzu qoyarıq. Daha geniş mövzu, sizin ürəyinizcə olan mövzu və sizə çalışdığınız sahədə uğurlar diləyirik və arzu edirik ki, necə başlamışsınız, elə də davam edəcəksiniz. Uğurlarınız bol olacaq və siz nə vaxtsa ikinci ali təhsilinizi də alacaqsınız. İnşallah, təşəkkür ederim. Sizə uğur diləyirik və uğurlarınızın bol olması cəmiyyətimizin xoşbəxtliyi, sağlamlığı, firavanlığıdır. Sizə də, xalqımıza da, balalarımıza da uğur arzu edirik. Minnətdaram, çox sağ olun.